müştəri, indi mən sizə günəş enerjisi hesabına qızdırıcının otağı, hamamı, basen sistemini qızdırmaq üçün istifadə olunan qızdırıcının iş prinsipi haqqında sizə məlumat verəcəm. Gördüyünüz kimi bu alternativ enerji mənbəyi olan bu qızdırıcı 50 dərəcəyə qədər normal günəş Belə havada. hətta günəş olmayan vaxtda hava açıqdırsa 50 dərəcəyə qədər qızdıra bilir. Yayda qaynadır. Yayda istilik 80-90 dərəcə arasında, yəni qızmar günəş altında olanda 80-90 dərəcə qızdırmaq gücü var. Hal-hazırda əyani şəkildə suyun temperaturunun necə qızdığını, baxmayaraq ki, havada günəş yoxdur, termometrini sizə göstərir, neçə dərəcə qızdırıbdır. Göstərəkmi? Göstərək. Görünən o ana liniyadan gələn soyuq sudur. Soyuq su vasitəsilə göstərdiyim kimi, turba vasitəsilə yuxarıda göstərilən termosa üst tərəfindən soyuq su daxil olur. Göstər. Alt tərəfindən qızmış su çıxır. Yəni istifadə olunan, otağa qızdırmaq üçün lazım olan. Bu da termometranın Ekranı görsəz də belə. Belə tut, aşağı. gördüyünüz kimi ekranda 31, 32 ekranı gətir göstər, çək ekranı. O siyasi. 37 artı.